Sonra qardaşımız soruşur ki, qadınların ərlərinə tabi olması haqqında. Həqiqətən bu, qadınlar üçün ən böyük fürsətdir ki, cənnəti qazansınlar ərlərinə tabi olmaları ilə haram olmayan işlərdə. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İzə sallətil mər'ətu xamsəhə, əgər qadın 5 vaxt namazını qılarsa, və samət savməhə, orucunu tutarsa, və hasunət farcəhə, iffətini qoruyarsa, dəxalət min əyyi əbvabil cənnəti şəət, cənnətin istənilən qapısından cənnətə girər. Və həqiqətən qadının ərinə itaət etməsi vacib olan əməllərdəndir. Onun cənnətini qazanması üçün, Allahın razılığını qazanması üçün ən böyük səbəblərdəndir ki, ərinə itaət etsin, haram olmayan əməllərdə. Və möhtərəm qardaşlar, bir şey də unutmamalıyıq ki, kişilər də onların haqlarını verməlidir. Necə ki, qadınların onlara tabi olması vacib olduğu kimi, kişilərin də onların haqqını ödəməsi vacibdir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlər hər zaman bunu tövsiyə edirdi və buyururdu ki, xayrukum xiyarukum li əhlihi və ənə xayrukum li əhli. Sizin ən xeyirliniz əhlinə qarşı xeyirli olandır. Mən də sizlərin əhlinə qarşı ən xeyirli olanam. Və Rəbbimiz ayət-i kərimədə buyurur ki, وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ. Onlarla ailənizlə gözəl davranın deyə Rəbbimiz bizlərə buyurur. Və onlara haqlarını çalışmalıyıq ki, biz də verək. Hər bir şeyi onlardan tələb etməyək. Yəni biz kişilər haqları yerinə gətirməliyik ki, onlar da bizlərə qarşı, kişilərə qarşı haqlarını yerinə gətirə bilsinlər. Və bir qadın ərinə itaat etməzsə, o ailədə xeyir, bərəkət olmaz. O qadın cənnəti qazana bilməz. O qadın heç vaxt bu dünyada və axirətdə xoşbəxt ola bilməz. Və qadınlar və həmçinin kişilər bir-birlərinin üzərində olan haqlarını yerinə gətirməlidirlər ki, Allah subhanahu və teala'nın razılığını qazansınlar.